Əgər siz də körpə ilə səyahət etməyi düşünürsünüzsə, bu vloq tam sizlik. Bu dəfəki səfərimiz həm biraz güldürdü, həm də biraz sınağa çəkdi. Uçuşumuz səhər olduğuna görə bizlə bərabər 4-də oyanmışdı, amma hava limanında yatdı ta ki təyyarəyə minənə qədər. Bilməyənlər üçün deyim, uşaq arabası baqaj sayılmır. Tam da təyyarəyə girənə qədər istifadə edə bilərsiniz. Yedizdirmək üçün belə bir meyvə və peçeni atışdırmalıq götürmüşdüm. Başını qatmaq üçün 1-2 oyuncaq və kitab götürmüşdüm. Bunu yeni almışdım. Oğlumun kitablara marağı olduğu üçün onu xeyli oyaladı. Bir müddət sonra heç bir kitabın, oyuncağın xeyri olmadı. Artıq divarlara dırmaşmağa başlamışdı. Müxtəlif yollara əl ataraq çalışırdıq ki, təyyarədəki vaxt tez keçsin. Bir neçə dəfə yatmağa qoysam da yatmaq istəmədi. Təyyarədə gediş yolunda qətiyyən yatmadı, amma qayıdanda yatmışdı. Çox sağ olsun. Nəysə, yatmaq işini pas keçəsi olduq. Keçirik bu yeni aldığım stikerə. Bunu oradan oraya yapışdırıb qopardaraq biraz da elə oyaladıq. Təyyarədən düşəndən sonra transferə keçdik. O yolumuz 2 saat idi. Yaxşı ki, orada yatdı. Biz də biraz dincəldik. Bir yaşlı uşaqla səyahət nə qədər çətin olsa da, amma hər anına dəyər. Bu xatirələri toplamaq bizim üçün çox böyük bir xoşbəxtlikdir.